Artıq oyunumuzun ən maraqlı bölümlərindən birinə keçid alırıq. Bu dərsimizdə birdən çox bubble'ların, yəni şarların canvas daxilində hərəkətini tənzimləyəcəyik. İndi gəlirəm JavaScript faylına və player klassından sonra bubble'ların hərəkətini tənzimləyəcək bir klass daha yazmalıyam. Bu klassımızın da adı class bubble olacaq və bura constructor yazaraq constructor içərisində xüsusiyyətlərimizi qeyd edirik. İlk öncə ekranı açıram. Baxın, ilk öncə canvas daxilində bubble'ın yuxarıdan, daha doğrusu aşağıdan yuxarıya doğru hərəkəti zamanı hər hansısa bir nöqtədən və yaxud da ki, hər hansısa bir məsafədən bubble'ın hərəkət etməsi lazım olacaqdır. Bunun üçün də hər hansısa bir nöqtəni götürmək istəyiriksə, biz mat.random metodundan istifadə edəcəyik. Və gəlirəm this.x koordinatında bubble'ın istiqamətini qeyd etmiş oluram. mat.random metodundan istifadə edərək bu mat.random 0 ilə 1 arasında olan rəqəmləri əldə etmiş olacaqdır. Və mat.random deyərək bunu canvasın genişliyinə vurmuş olacaq. Və eyni qaydada this.y də canvasın hündürlüyünə, daha doğrusu mat.randomu canvasın hündürlüyünə vurmuş olaraq this.y də bu şəkildə tapmış olacaq. Və bunlar arasındakı keçidi nöqtə vergül ilə qoymuş olaq. Daha sonra radiusu biz player'ə neçə radius vermişdik? 30 vermişdik. Bu da this.radius bərabər edək 30'a. Və daha sonra bubble'ın sürətini biz this.speed ilə qeyd edirik və bunu bərabər edirik mat.random ilə bunu qeyd etdik və vururuq 5'ə. Üzərinə isə 1 əlavə edirik. Yəni 1 ilə 6 arasında olan sürətdə hərəkət etmiş olacaqdır. Və bunu yazdıqdan sonra nöqtə vergül qoyuram. Bunu yazdıqdan sonra bir də class içərisində draw metodunu yazmış olalım. İndi draw metodu ilə bubble'ın formasını qeyd etmiş olacaq. Eyni qaydada player'də olduğu kimi gəlirəm player'ə. Baxın, bütün hamısını buradan kopyalayıb bura əlavə edirəm. Və kodlarımızı sərgəli hala salaq. İndi gtx.beginPath metodu olacaqdır. Daha sonra gtx arc ilə this.x-i, this.y-i, this.radiusu qeyd etdik və eyni qaydada gtx.arc metodu da bu şəkildə olacaqdır. Daha sonra fill style ilə bunu blue rəngi vermiş olaq. Və gtx fill ilə doldururuq içərisini. Daha sonra isə close path ilə yolu bağlamış olduq. Draw metodumuzda bu şəkildə yazmış olduq. İndi bubble'ın sürətini, baxın burada sürət yazmışdıq. Buna uyğun hərəkəti tənzimləyəcək. Ona görə də draw metodundan yuxarıda bir də player'da olduğu kimi update metodunu buradan kopyalayıram və bura əlavə edirəm. İndi burada bizə sadəcə this.y minus bərabər edirik this.speed özəlliyinə. Yəni this.y deyək ki 50 pikseldir. 50 pikseldən çıxacam misal 6'nı və yaxud da ki 5'i, 4'ü. Yəni belə-belə aşağıdan yuxarıya doğru bu şəkildə hərəkət etmiş olacaqdır. Və indi gəlirəm classdan sonra
yəni bubble klassını yazdıqdan sonra bunu bir dəyişkənə bərabər edirəm. Const bubble bərabərdir new bubble deyə klassımızı yazmış olam və eyni qaydada animation metodu içərisində bura bubble yazıram. Burada bubble yazaraq kodu sonlandırmış olam. Ancaq burada bir məqam vardır. İndi o məqamı sizlərə göstərmiş olum. Serveri açıram. Baxın, bubble'ın biri hərəkət etdi. Bir daha yeniləyirəm. Bubble'ın biri hər hansısa bir yerdən hərəkət etmiş oldu. Yəni mən hər yenilədiyim zaman baxın bubble'ları hərəkətini görmüş olacaq. Ancaq buradakı məqam ondan ibarətdir ki, browser hər yeniləndiyi zaman biz bubble'ın hərəkətini görmək istəyirik. Yəni hər kadrdan bir bubble'ın hərəkət etməsi lazımdır. Ona görə oyunda bizim kadr yaratmağımız üçün də bir metod və özəllikdən istifadə edəcəyik. İndi bu dəyişkəni silmiş olam. Bunu da buradan götürürəm və gəlirəm aşağıda const handles bubble deyə bir metod yazmış olam və bunu bu şəkildə yazaq. Və burada bu metodu yazdıqdan sonra nə olmuş oldu? Üzr istəyirəm. Function handles bubble yazdıq və bu metodu yazdıqdan sonra gəlirəm animation metodu içərisində game frame adlı bir dəyişkən yazıram və bunun üzərinə bir vahid gəlmiş olacam. İndi bu game frame'də gəlirəm animation üzərində let game frame deyə yazmış olam və bunu sıfıra bərabər edirəm. Yəni hər animation yeniləndiyi zaman üzərinə bir vahid əlavə olunmuş olacaqdır. Və bu metoda gəlmiş olam. Bu metodda bu şəkildə yazıram. Əgər game frame 50-yə gəlmiş olanda, yəni 50 dəfə yeniləndiyi zaman, bunu faiz ilə qeyd edirəm. 50-yə gəlmiş olduğu zaman, əgər bərabərdirsə sıfıra, o zaman bizə birdən çox bubble'ı saxlaya biləcək bir massiv, yəni array lazım olacaqdır. Bunun üçün də yuxarıya gəlmiş olam və bura birdən çox bubble'ı saxlaya bilən bir bubbles array deyə yazıram və içərisi boş bir massivdən ibarət olmuş olacaqdır. İndi bubbles array'i yazmış olduq. Gəlirəm aşağıya. Kodumuza qayıtmış olam. Və əgər deyirəm game frame 50-yə gəldiyi zaman və qalıq 0-a bərabər olduğu zaman, o zaman bubbles array'in üzərinə push metodu ilə new bubble'ı bu şəkildə qeyd etmək istəyirəm. Baxın, hal-hazırda birdən çox bubble'lar bubbles array massivi içərisində düzülmüş olacaqdır. Və burada bir məqam daha var. Gəlirəm səhifəyə. Tutalım ki, bubbles hərəkət etdi. Hərəkət edib yuxarıya çıxdığı zaman artıq görünməmiş olacaqdır. Və ikinci bir bubble hərəkət edir. O da yuxarıya çıxır və görünmür. Və belə-belə birdən çox bubble'lar yuxarıya hərəkət etdiyi zaman bizim bubbles array'imiz dolmuş olacaqdır və oyunumuz istər-istəməz donacaqdır. Bunun üçün də mən əlavə bir kod daha yazmalıyam. Gəlirəm burada for döngüsündən istifadə edirəm və let indeksi bərabər edirəm bubbles array.lengthdən, yəni massiv içərisində nə qədər bubble varsa, tutalım ki 4 bubble var. Uzunluğu 4-ə bərabər olmuş olacaqdır. Ancaq massiv içərisində tutalım ki, bir rəqəmi və yaxud da ki A hərfi 0-cı indeksdədir, B hərfi 1-ci indeksdədir,
bu sıfırdan başladığına görə, yəni massiv sıfırdan başladığına görə bubbles array.length'dən çıxıram 1-i və burada deyirəm index böyük bərabərdirsə 0-a, o zaman indeksdən bir vahid çıxar. Burada indeks deyək ki 3'dür. 3 sıfırdan böyükdürmü? Böyükdür. O zaman bir vahid də çıxacaq. 2 oldu. 2 böyükdürmü? Böyükdür. Ta sıfıra gələnə qədər. Və bu şəkildə olduğu zaman gəlirəm const bubble deyə bir dəyişkən yazıram və bunu bərabər edirəm bubbles array indeksinə. Və artıq burada bubble içərisindəki indeksi buradan tapmış olacaq və bubble içərisindən update metodunu bura yazacaq və eyni qaydada bubble içərisində draw metodunu bu şəkildə yazmış olacaq və hərəkət etdiyi anda, yəni dediyimiz kimi yuxarıya doğru hərəkət etdi, massiv içərisində olan bubble'ları biz görmək istəmirik. Bunun üçün də if deyirəm. Əgər bubble'ın y koordinatı kiçikdirsə, mənfi bubble nöqtə radiusa. İndi burada nəyə görə mənfi bubble nöqtə radius yazdıq? Gəlirəm səhifəyə. Hətta bunu yoruma alaq bu şəkildə. İndi bunu təsəvvür eləyək ki, bu mavi bubble'dır. Bu mavi bubble tutalım ki 30 piksel radiusundadır. Yəni 30 piksel bura qədərdir. Mərkəzə qədərdir. Mərkəzdən də aşağı 30 pikseldir. Yəni ümumi 60 pikseldir. Bizim koordinat sistemimizdə yuxarıdan aşağıya doğru artmış şəkildə olur. Yəni aşağıdan yuxarıya doğru mənfi qiymət alacaqdır. Yuxarıdan aşağıya doğru isə müsbət qiymət alacaqdır. Və mən burada bubble.y koordinatını, yəni y koordinatı əgər kiçikdirsə bubble radiusdan, yəni bubble radius 60 pikseldir. Yəni yuxarıdan aşağıya doğru 60 pikseldir. Dairə yuxarıya gəldiyi zaman tutalım ki bura qədər gəldi, mərkəzə qədər gəldi. Hələ bunun yarısı belə görünmüş olacaqdır. Onun üçün də mən gəlirəm burada mənfi bubble nöqtə radiusu vururam 2-yə və bu hal-hazırda 60 pikseli göstərmiş olacaqdır və mənfi də ona görə yazırıq ki, koordinat sistemində yuxarıya doğru mənfi qiymət alır. Əgər mənfi qiymət alırsa, bu mənfi 60 piksel göstərmiş olacaqdır ki, biz bunun yuxarıya doğru hərəkət etdiyi anda bubble y-dən kiçik olduğunu demiş olacaq. İndi bunu yorumdan çıxardıram və kodumuza davam edirik. Əgər deyirəm bu hal varsa, yəni bu hal baş vermişsə, o zaman bubbles array nöqtə splice metodundan istifadə edərək bir vahid çıxmış olacam. Və bu şəkildə nöqtə vergül qoyuram və bu şəkildə continue yazaraq davam etməyini istəyəcəm. Və kodumuzu səliqəli hala salaq. İndi koda bir daha başdan baxmış olaq. İlk olaraq bubbles array massivi yaratmış oldum. İçərisi boş şəkildə olacaqdır. Daha sonra class bubble adlı bir sinif yazdım və bu class içərisində dis.x-i, dis.y-i, radiusu və sürətini qeyd etmiş oldum. Daha sonra draw metodu ilə bubble'ın görüntüsünü yaratmış olduq və update metodundan istifadə edərək sürətini bu şəkildə qeyd etmiş olduq. Və aşağıya düşürəm. Və sonra bir metod əlavə etdik. Bu metod bubble'ın hərəkətini tənzimləyən bir metod olacaqdır.
İlk olarak game frame'i sıfıra beraber ettim. Daha sonra animate metodu içerisinde game frame'in üzerine bir ilave etmiş olacağım. Ve handles bubble metodu içerisinde game frame 50'ye beraber olduğu zaman, yani 50 oldu ve qalıq 0 olduğu zaman bubbles array'in üzerine new bubble'ı əlavə edirəm və for döngüsü yazaraq for döngüsü içerisinde hər massiv içerisinde olan dəyəri biz index ile bu şekilde götürmüş olacaq və hər bubble'ı update metodu ile ve draw metodu ile bu şekilde yazacaq. Daha sonra eğer bubble'ın koordinatı, yani y koordinatı bubble'ın radiusundan, daha doğrusu bubble'ın radiusunun 2'ye vurulduğu pikselden aşağıdırsa, o zaman bir vahid siləcəyik. Yəni massiv içərisindən, indeksdən bir vahid götürmüş olacaq. Və bu metod hər mənfiyyət satdığı zaman, yəni hər bubble mənfiyyət satdığı zaman silinmiş olacaqdır və bu şəkildə continue yazaraq davam etdirmiş olacaq. Yəni prosesi davam etdirmiş olacaq bu şəkildə. Daha sonra animate metoduna gəlirəm və ən aşağıda handles bubble metodunu bu şəkildə yazmış olam. Və səhvən yeniləyirəm. Burada mərkəzdən də gəlmiş oldu. Kodumuza gəlirəm. Burada this.x'i beraber etdik. This.y met.random'u vurduq hündürlüyə. Bircə dəqiqə. Burada mən səhv yazmışam. Bunu mən silirəm. Nəyə görə? Baxın, this.y beraber edəcəm. Canvas.height, yəni hündürlüyü. Tutalım ki, canvasın hündürlüyü 700 pikseldir. Koordinat sistemində yuxarıdan aşağıya doğru artmış şəkildə olacaqdır. Ona görə də başlanğıcını, yəni bubble'ın başlanğıcını biraz daha aşağıdan vermək istəyirəm. Yəni canvasın hündürlüyünün üzərinə 100 əlavə edərək bu şəkildə aşağıdan başlatmış olacağım. İndi səhvəni böyüdürəm və yeniləyirəm. Baxdığımız zaman baxın, bu şəkildə bubble'ların hərəkətini görmüş olacaq. Baxın, sürət get-gedə birdən artır, birdən azalır. Yəni hər bubble'da sürət fərqli çalışmış olur. Biz bu işləmi də düzgün həyata keçirmiş olduq. Son bölümdə, yəni son dərsimizdə player bubble'a toxunduğu zaman bubble'ın yox olmasını və hər bubble'a dəydiyi anda fərqli səslərin çıxmağını həyata keçirəcəyik. Bu dərsimizdən də bu qədər. Gələn növbəti və son dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.